İlk vaxtlarda həyatımıza köməkçi vasitə kimi daxil olan süni intellektlə bağlı yeni reallıq formalaşır. O artıq köməkçi olmaqdan çıxır və müxtəlif ixtiraların müəllifinə çevrilir. Bugün bir çox texniki yenilikləri süni intellekt özü yaradır, yeni ideyalar verir, hətta bəzən insanın ağlına gəlməyən həllər təklif edir. Bu isə hüquq sistemini çətin sualla üz-üzə qoyur. Əgər yaradılan ideya insana deyil, alqoritmə məxsusdursa, onda müəlliflik hüququ kimə verilməlidir? Əqli mülkiyyət və süni intellekt mövzusunda beynəlxalq konferansda suala cavab axtarılıb. Proqnozlara görə 2030-cu ilə qədər süni intellekt iqtisadiyyata 20 trilyon ABŞ dollarına qədər əlavə dəyər verə bilər. Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kəmran İmanov əqli mülkiyyət və süni intellekt mövzusunda beynəlxalq konferansda çıxışı zamanı söyləyib. Sədr əlavə edib ki, süni intellekt fenomeni həyatımıza çox böyük təsir göstərməklə yanaşı artıq bütün sahələrə nüfuz edib. Əqli mülkiyyət yeni texnologiyaların qarşısını kəsməməli. Əksinə onlara uyğunlaşmalıdır. Hüquq isə hər zaman sürətlə inkişaf edən texnologiyalardan geridə qalır. Sir deyil ki, hazırda ChatGPT, Gemini və süni intellektin müxtəlif formaları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Mətnlərin tərcüməsində və redaktəsində dəstək olur. Sadə tapşırıqlardan tutmuş ən çətin məsələlərə qədər sürətli cavablar təqdim edir. Hətta bəzən ideya müəllifi kimi çıxış edə, startap yarada və ya müxtəlif ixtiraların müəllifi ola bilir. Bəs belə bir şəraitdə süni intellekt tərəfindən yaradılan ideya və ixtiralar patentləşdirilə bilərmi? Tədbir boyunca müzakirə olunan əsas suallardan biri də məhz bu idi. Süni intellekt müəllif və ya ixtiraçı sayıla bilərmi? Biz bu günə qədər ixtiraçı kimdir? Müəllif kimdir? Əməlli başlı bu suallara cavab verə bilmirik. Bunun səbəbi nə ilə bağlıdır? Çünki beynəlxalq xüsusi hüquqda mülkiyyətlə bağlı müəyyən dəyişikliklər lazımdır. Bu dəyişikliklər nəzərə almalıdır ki, süni intellekt də yarada bilər. Amma əgər yarada bilirsə, o hüquqları kimə verəsən? Bunlar elektron şəxslər kimi keçmirlər, fiziki şəxs deyirlər, hüquqi şəxs kimi olmurlar. Bax, bu məsələ bütün dünyada tələb edir ki, birgə bir qərar verilsin, müzakirələr getsin və mən bu məsələni WIPO qarşısında qoymuşam. Süni intellektdən qorxmaq lazım deyil, çünki o artıq həyatımızın bütün sahələrində tətbiq olunan infrastrukturun bir hissəsidir. Bunu Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev bildirib. Vurğulayıb ki, süni intellekt Alzheimer kimi xəstəliklərin daha tez aşkarlanmasına kömək edir və belə hallarda patent qurumları bu sahədəki ixtiralara patent verməlidirlər. Tədbirdə çıxış edən digər dövlət rəsmiləri də süni intellektin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, 2014-cü ildən bəri süni intellektdən istifadə olunan ixtiraların sayı 20 dəfə artıb. İxtiraçılar süni intellekt sayəsində daha tez və asan nəticə əldə edirlər. Bu da ixtiraların sayının 20 dəfə artmasına səbəb olub. Süni intellekt artıq tibb, kimya, biotexnologiya, maşın qayırma, tikinti və digər sahələrdə geniş istifadə olunur. Lakin süni intellektin yaratdığı hər şey ixtira sayılmır. Bəli, süni intellektin patentlə qorunan obyekt kimi təhlil edilməsi üçün əsas metodlar mövcuddur. Amma başa düşmək vacibdir ki, kompüter proqramları, alqoritmlər və riyazi modellər müəllif hüququ kimi qorunur, yəni ixtira sayılmır. Bunlar yalnız texniki nəticə əldə etmək üçün istifadə olunduqda ixtiraya çevrilir. Buna görə də yalnız texniki yenilik yaradan AI məhsulları patent ala bilər.